27 dekabr axşamı Bakıdan Moskvaya yola düşən Aeroflot aviaşirkətinə məxsus sərnişin təyyarəsi paytaxt hava limanlarından birinə eniş edə bilməyib və məcburi qaydada Sankt-Peterburq hava limanına göndərilib. Musavat.com məlumat verir ki, reys Bakıdan saat 19:55-də havaya qalxıb, ancaq Moskvada yaranmış mürəkkəb şərait səbəbindən uçuş planı dəyişdirilib. Azərbaycan mediasının məlumatına görə, hazırda həmin reysin sərnişinləri Sankt-Peterburq hava limanında saxlanılır və Moskvaya növbəti reysə köçürülməni gözləyirlər. Qeyd edilir ki, vəziyyət təkcə bu reyslə məhdudlaşmır. Qeyd edilir ki, gün ərzində Moskvanın əsas hava limanlarında Şeremetyeva, Domodedovo və Vnukovada onlarla reys gecikdirilib və ya ləğv edilib. Mövcud durumun kütləvi xarakter daşıdığı vurğulanır.